İnsanlardan qorxmanın yeni çarəsi açıqlandı. Çində aparılan yeni elmi araşdırma sosial təşvişin azaldılması üçün gözlənilməz üsul ortaya qoyub. Alimlər müəyyən edib ki, emosional stimulları əhatə edən yaddaş məşqləri yüksək sosial təşvişi olan insanlarda diqqətin avtomatik reaksiyasını dəyişir. Tədqiqat Journal of Affective Disorders-də dərc olunub. Sosial təşviş yalnız daxili narahatlıqla deyil, həm də insanın ətrafdakıları necə müşahidə etməsi ilə bağlıdır. Bu cür insanlar neytral baxışları belə təhlükə kimi qəbul edir və xüsusilə qəzəbli üz ifadələrinə daha tez diqqət yetirir. Tədqiqat zamanı 69 tələbənin göz hərəkətləri izlənilib, yüksək təşvişli iştirakçıların qəzəbli üzlərə daha tez və uzun müddət baxdığı müşahidə olunub. Daha sonra 58 iştirakçı bir ay ərzində yaddaş məşqləri keçib. Emosional üzlər və sözlərlə məşq edən qrupda qəzəbli üzlərə diqqətin azaldığı qeydə alınıb.